Salam dostlar, günləriniz xoş getsin. Deməli dostlar, bir yaxşı oxucumuz mənə dedi ki, bu kitabı oxuyandan sonra burayı çox yaxşı düşüncələri seçilib. Və istəyirəm mən o düşüncələrdən bəzilərini tez bazar sizlə bölüşüm dostlar. Bax, məsəl üçün, bu kitabda, əsəyə gətirdiyimiz bu kitabda məsələn, belə bir düşüncə var dostlar. Bal suyu dadlıdır, şəkər də yaxşıdır, ancaq kitabın dadı ikisindən də xoşdur. Bunu keşiş Kiril. Sonra məsəl üçün, layiqi şəkildə düşünməyə çalışan mənəviliyin əsası bundadır. Bunu Pascal deyir dostlar. Sonra bax deyir ki, insanı heyvandan fərqləndirən əsas cəhət düşünmək qabiliyyətidir. Bəzi insanlar özlərində düşünmək qabiliyyətini təkmilləşdirir, digərləri isə bunun qeydindən qalmırlar. İkinci qrupa aid insanlar belə davranmaqla sanki onları vəhşi heyvandan fərqləndirən qabiliyyəti özlərindən uzaqlaşdırmaq istəyirlər. Bu şərq müdrikliyidir dostlar. Sonra misal üçün Borgesin belə düşüncəsi var burada. Həmişə düşünmüşəm ki, cənnət bir kitabxanaya bənzəyəcək. Sonra Kant'a aid edilən bir fikir var. Məncə bunu elə Kant özü deyil. İnsanları mənəviyyatlı etmədən xoşbəxt etmək mümkün deyil. Sonra mənim sevimli Nabokovun bir düşüncəsi var burada. Dünyanı dəyişməyə qalxışmaqdan hatta onu öyrənmək lazımdır. Sonra Cicero'nun bir düşüncəsi var. Fəlsəfə qəlbin dərmanıdır. Borges'in bir dənə düşüncəsi var. Mən həzz almağı sevən bir oxucuyam. Bir kitabı mənə bəxş etdiyi estetik şövqə görə oxuyuram. O kitabla bağlı dilə gətirilən şərhləri və tənqidləri də diqqətə almıram. Bunları bu düşüncələr, kitablar, mənəvi tələbat, şövq, estetik şövq, həyat bilgisini əks etməklə bağlı idi. Və bu kitabdan sonra başqa kitablar da ərsəyə gətirmişik dostlar. Mənzərə və düşüncə və Bilgə Pəhləvanın aləmi kitablarını görürsünüz. Mən arzulayardım ki, yaxşı oxucular bu kitablara rast gələrkən onları əldə eləsinlər. Çünki bütün bu kitabların, yəni ərsəyə gətirdiyimiz kitabların ideyavi bütünlüyü vardır və bu kitablar da onun, necə deyərlər, tamamlayıcısıdırlar. Dolayısıyla o misal çəkdiyimiz düşüncələrdəki yaşantılar, təcrübələr mütləq şəkildə bu kitablarla da bağlıdır və bunları əldə edən oxucular həmən yaşantıları, təcrübələri əgər yaxşı oxucudurlarsa mütləq şəkildə təcrübədən keçirəcəklər və bu onların zehnən, mənən təkmilləşmələrinə mütləq şəkildə töhfə verəcək. Hələlik dostlar, özünüzdən müğayət olun. Sağ olun.